Salam hər kəsə. Bugün biz fəza bölməsində 10-cu sinifin fəza bölməsindən ümumiləşdirici tapşırıqlar olan hissəyə baxırıq. Birinci tapşırığa baxaq. Birinci tapşırıqda ABC 2 dənə deməli müstəvi verilib. ABC üçbucağının düzbucaqlı üçbucaq olduğunu göstərin deyir. Müstəvini çəkək, əyani olaraq göstərək. Və bunun üzərində düzbucaqlı üçbucaq qeyd olunub. Deməli, B, C, D və bu düzbucaqdır. Və ABC üçbucağı qeyd olunub. Deməli, B, D 13, CD isə 12-dir. Biz bilirik ki, BCD düzbucaqlı üçbucaqdırsa, burada Pifaqor teoreminə görə BC-ni tapa bilərik. BC bərabərdir. Hipotenuzun kvadratından çıxırıq katetin kvadratını. BC bərabərdir 5 olacaq. Yazırıq BC-yə 5 və digər hissələr 4 ilə 3 verilib. Deməli, biz bilirik ki, düzbucaqlı üçbucaqda 3 və 4, 4, bir də 5 ən kiçik Pifaqor ədədləridir. Buradan görürük ki, ABC üçbucağı da düzbucaqlı üçbucaqdır. İndi B variantında deyir ki, şəkildə ölçüləri elə dəyişin ki, BCD üçbucağı düzbucaqlı üçbucaq olsun, amma ABC isə düzbucaqlı üçbucaq olmasın. Deməli, biz nə edək? Burada BCD üçbucağının da hər hansısa bir tərəfini dəyişə bilərik, yaxud da ABC üçbucağının hər hansısa bir tərəfini dəyişsək, məsələn, 4-ü dəyişək, tutaq ki, 2 verək. Deməli, 2 olmaz. Bura tutaq ki, 3 verək. Bu düzbucaqlı üçbucaq olmayacaq. Yəni, bu mümkün hallar sonsuz saydadır. Ona görə də ölçüləri istənilən ölçünü verəndə burada ABC üçbucağı düzbucaqlı üçbucaq olmayacaq. Baxaq ikinci tapşırığa. Şəkildə verilənlərə görə x-i tapın. Burada biz görürük ki, 12, 15, burada düzbucaqlı üçbucaq yaranıb və onu çəkirik. Və düzbucaq təpəsini qeyd edək, adlandıraq üçbucağı A, B, C və C təpəsindən bir dənə hündürlük endirilib. Onu da qeyd edək H. Və AC kateti 12, deməli AB hipotenuzu 15, bizdən soruşur CH-ı, yəni x-i. İlk öncə biz x-i bilmək üçün deməli, BC tərəfini bilməliyik. BC-yə bir y deyək. BC Pifaqor teoreminə görə hipotenuzun kvadratından katetlərin kvadratını çıxaq. Katetin kvadratını çıxaq. 225-dən 144-ü çıxaq. Eləyəcək. Yazım 225. Kök altına çıxılsın 144. BC bərabərdir 81. 81-dən də çıxacaq 9. Y bərabərdir 9. İndi isə biz bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlüyü tapmaq üçün katetlərin hasilini hipotenuza bölməliyik. Onun üçün də x bərabərdir. Katetlər 12 vurulsun, 9 bölünsün, hipotenuz. Bunlar ixtisar gedəcək 3 və 5 olacaq, 36 bölünsün 5, o da eləyəcək 7,2. İndi isə baxaq 3-cü tapşırığa. Deməli, 3-də Pilləkənin əl tutalğacı tavana paraleldir. Pilləkənin əl tutalğacı tavana paraleldir. Deməli, bu pilləkəndir. Pilləkən. Bu isə əl tutalğacıdır. Tavana paraleldir. Deməli, bu pilləkənin əl tutalğacıdır. Bu isə tavandır. Yəni, bunlar bir-birinə paraleldir. Və biz tavanı D1 ilə, əl tutalğacını isə D2 ilə işarə edək. Buradan da görürük ki, D1 paraleldir D2. Və buradan ölçüyə baxaq. Deməli, X və Y bucaqları verilib. Burada iki paralel düz xətt 3-cü ilə kəsişəndə biz bilirik ki, burada çarpaz bucaqlar, daxili bir tərəfli bucaqlar, uyğun bucaqlar, yəni müxtəlif bucaqlar yaranır. Burada X, Y bucaqları daxili bir tərəfli bucaqlardır.
və biz bilirik ki, daxili bir tərəfli bucaqların cəmi 180 dərəcəyə bərabərdir. X-i verib 122 dərəcə plus y bərabərdir 180 dərəcə, y də bərabərdir 180 çıxılsın 122 dərəcə bərabərdir 58 dərəcə. İndi isə baxaq 4-cü tapşırığa. Deməli, dördüncü tapşırığa baxaq. Deyir ki, düz xətt parçasının ucları müstəvidən A və B məsafədədir. A böyükdür B şərti, parçanın orta nöqtəsinin müstəvidən məsafəsini tapın. Deməli, ilk öncə A variantına baxaq. Elə edək ki, parça müstəvini kəsmirsə halına baxaq. Bir dənə deməli müstəvi çəkək. Alfa müstəvisi və alfa müstəvisi üzərində olmayan bir dənə AB parçası çəkək. A, B və A nöqtəsindən müstəviyə bir perpendikulyar endirək və B nöqtəsindən də müstəviyə bir perpendikulyar endirək. Perpendikulyarı bərabərləşdirək. Bura olsun A, digər hissə olsun B. Çünki bizə şərtdə verib ki, A hissəsi B-dən böyükdür. Və bu həmin perpendikulyarları birləşdirək. Düz bucaq yaranacaq və AB düz parçası üzərində bir ortasını göstərən bir C nöqtəsi AB parçasının orta nöqtəsi C nöqtəsini adlandıraq. Yəni biz bilirik ki, bu da C nöqtəsidir. C nöqtəsindən də müstəviyə hər hansısa bir perpendikulyar endirək. Bu da düz bucaqdır. Deməli biz burada deməli X ilə işarə edək. X-i tapmaq üçün, yəni orta nöqtəni tapmaq üçün, bu məsafəni tapmaq üçün X bərabərdir. Deməli, A üstəgəl B bölünsün 2 olacaq. Niyə? Çünki bu bizə düzbucaqlı trapesiyanı xatırladır. Düzbucaqlı trapesiyada da deməli, orta xətt oturacaqların cəminin yarısına bərabərdir. İndi isə biz baxaq ikinci hala. Deməli, ikinci hala baxaq. B variantında elə edək ki, parça müstəvini kəsməsin. Bir müstəvi qeyd edək. Alfa müstəvisi, hər hansısa bir AB parçası qeyd edək. Amma həmin AB parçası elə edək ki, müstəvini kəssin. Buradan gətirək bura və buradan da elə edək ki, müstəvini kəsdi və A və B oldu. Biraz da uzadaq. Deməli, A-dan alfa müstəvisinə bir perpendikulyar endirək. B-dən də alfa müstəvisinə perpendikulyar endirək. Həmin perpendikulyarları yəni biz birləşdirək. Bu hissə olsun A, digər hissə olsun B. Və burada deməli parçanın C orta nöqtəsini qeyd edək. C orta nöqtəsi olsun, yəni bu X. Deməli X olsun. Biz bu X məsafəsini tapmaq üçün nə etməliyik? İlk öncə A-dan perpendikulyarı endirək B-yə kimi. Və bu perpendikulyarı birləşdirək. Bilirik ki, bu hissə B-dirsə, həmin düzbucaqlı yaratdığına görə qarşı tərəfdə B olacaq. Sonra X-dan da bir dənə düz xətt çəkək, burada B olacaq. Və biz bu halda X-i tapmaq üçün B, A, M üçbucağında görürük ki, bu C orta xəttdir deyə A, yəni bunun yəni AM-in yarısına bərabər olacaq. AM nədir? A üstəgəl B-nin yarısına bərabərdir. Yəni A üstəgəl B bölünsün 2 bərabərdir X üstəgəl B. Buradan da X-i tapsaq, X bərabərdir. A üstəgəl B bölünsün 2 çıxılsın B. O da bərabərdir. A üstəgəl B çıxılsın 2B bölünsün 2. Və nəhayət deməli yazaq, X da bərabərdir, A çıxılsın B bölünsün 2. Və burada deməli biz gördük ki, parça müstəvini kəsmirsə, bu qayda ilə də gedə bilərik və belə də praktik qayda ilə də yadda saxlaya bilərik ki, parça müstəvini kəsmirsə, A və B-ni toplayıb 2-yə bölməliyik. Amma parça müstəvini kəsirsə, böyük hissədən kiçik hissəni çıxıb 2-yə bölməliyik. 5-ci tapşırıqda tərəflərinin uzunluğu 6 sm olan
bərabər tərəfli üçbucağın mərkəzindən üçbucaq müstəvisinə 3 sm uzunluğunda perpendikulyar qaldırılmışdır. İndi biz bərabər tərəfli üçbucaq çəkək. Fəzada bərabər tərəfli üçbucaq bu formalarda verilir. Yəni o müstəvi üzərindəki bərabər tərəfli üçbucaq kimi çəkilmir. Yəni bir hissə uzun, digər hissə kiçik görünə bilər. Deməli, bərabər tərəfli üçbucağın tərəfinin uzunluğu 6-dır. Mərkəzi qeyd edək. Mərkəzindən üçbucaq müstəvisinə 3 sm uzunluğunda perpendikulyar qaldırılmışdır. Deməli, olsun O, burada M. Perpendikulyar qaldırılıb və deməli, üçbucaq müstəvisinə deməli 3 sm uzunluğunda perpendikulyar qaldırılıb. Tərəfin uzunluğu 6-dır. Perpendikulyarın ucundan üçbucağın tərəfinə qədər olan məsafəni tapın deyir. Deməli, biz burada tərəfinə qədər olan məsafəni çəkdik. Həmin məsafə budur. Baxın, deməli, bu maildir, adlandıraq, deməli, A. MA maildir. Burada 3 perpendikulyar teoremi yaranır. Çünki MA maili hər hansısa bir, yəni bu düz xəttə perpendikulyar endirildiyinə görə onun proyeksiyası da bu düz xəttə perpendikulyardır. Deməli, OA da bunu adlandıraq biz nə? CFK. CFK üçbucağının FK tərəfinə, FK tərəfi, deməli, MA maili FK tərəfinə perpendikulyar endirilib və bu da OMA üçbucağının mailidir. Deməli, həmin mail FK düz xəttinə perpendikulyardırsa, OA deməli düz xətti də FK-ya perpendikulyardır. Bu üç perpendikulyar teoremi adlanır və biz buradan bunu da deyirik ki, hündürlükdür. Çünki perpendikulyar qaldırılıb, bunu qeyd etməliyik. Deməli, biz buradan nəyə baxırıq? Tərəf 6-dır. Bərabər tərəfli üçbucağın tərəfi 6-dır. Tərəfə perpendikulyar, deməli, tərəfə qədər olan məsafəni tapmaq o deməkdir ki, bu bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusudur. Həmin OA. Biz də bilirik ki, bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu A bölünsün 2 kök altında 3-dür. Və tərəfi yazırıq 6, 2 bölünsün kök altında 3 olacaq 3. Onu da irrasionallıqdan azad eləsək, kök altında 3 vurulsun kök 3, 3 vurulsun kök altında 3. Deməli, radius olacaq kök altında 3. Oldu kök altında 3. Və OM 3-dürsə, bu düzbucaqlı üçbucaqdan biz MA-nı tapa bilərik. MA bərabərdir. Yəni, hipotenuzun kvadratı, MA-nın kvadratı bərabərdir. Katetlərin kvadratı, 3-ün kvadratı üstəgəl 3. O da bərabərdir 12. MA bərabərdir kök altında 12 və çıxacaq. Əslində bunu alt-alta yazmalıyam. Deməli, MA bərabərdir 2 kök altında 3 olacaq. 2 kök 3. Elə bizdən də bunu soruşurdu. Keçək 5-ci tapşırığa, 6-cı tapşırığa. Deməli, A və B nöqtələri ilə müstəvi arasındakı məsafə uyğun olaraq A və B-yə bu nöqtələrdən müstəviyə çəkilmiş perpendikulyarın oturacaqları arasındakı məsafə isə C-yə bərabərdir. Deməli, hər hansısa bir müstəvi yenə çəkirəm. Alfa müstəvisi və deməli, A və B nöqtələri ilə müstəvi arasındakı məsafə. Bir dənə də yenə A və B nöqtəsi qeyd edirəm. A, B. Və deməli, A nöqtəsindən müstəviyə bir perpendikulyar endirirəm. Bu məsafə olacaq A. B-dən də bir dənə perpendikulyar endirirəm. Bu da olacaq B. Və deyir ki, bizə oturacaqlar arasındakı məsafə isə C-yə bərabərdir. Oturacaqları birləşdirirəm və bu məsafə C-dir. İndi bizdə A və B nöqtələrinin müstəvisini eyni və müxtəlif tərəflərində ola biləcəklərini nəzərə alaraq A və B məsafəsini tapın. İndi biz yazaq, burada şərtə görə, B variantına görə bizdə A-nı daha böyük verdiyinə görə biz uyğun olaraq A-nı buraya yazaq, B-ni isə buraya yazaq və bura A məsafəsi, bura isə B məsafəsidir. Və baxaq, deməli A-nı verib 7, A verib 7, B-ni isə verib 2. Bizdən soruşur C bərabərdir 12.
olduqda AB məsafəsini hesablayın. Deməli, C bərabərdir 12. Buradan baxırıq ki, deməli, buradan B-dən hər hansısa bir düz xətt çəkirik. Deməli, adlandıraq M-ə paralel düz xətt çəkirik. Olacaq BK. Deməli, M-in 12-dirsə, BK da 12-dir. Və BM məsafəsi 2-dir. 2-dirsə, AM məsafəsi 7-dirsə, 7-nin 2 olan ikisi buradadır, qalacaq 5-i bura. Və buradan olacaq A, B, K üçbucağı düzbucaqlı üçbucaqdır və bu da bizə deməli Pifaqor teoremini xatırladır. Deməli AB-ni tapmaq üçün, AB məsafəsini tapmaq üçün katetlərin kvadratlarını toplayırıq və AB 169 AB də bərabərdir 13 olacaq. Yəni bu parça düz xətti kəsmirsə, müstəvini kəsmirsə, onda AB məsafəsi 13 olacaq. İndi digər hala baxaq. İndi müxtəlif tərəflərdə yerləşərsə, deməli bir müstəvi çəkək. Müstəvinin alfa müstəvisini qeyd edək. Yenə parçanı qeyd edək burada. A kəssin olsun B. Bura kimi çəkək. Aha. Və A-dan buradan A-dan bir perpendikulyar indirək. Bu olsun A məsafəsi. B-dən də bunu biraz uzatsaq yaxşı olar. Deməli, B-dən də bir perpendikulyar indirək. Daha doğrusu burada perpendikulyarı qaldıraq. Çünki B nöqtəsi aşağıdadır. Və adlandıraq M, N. İndi bizə A-nı verib yenə 7, B-ni verib 2, sonra A-N-dən, deməli A-dan B, K düz xətti çəkək. Perpendikulyarı yenə bu düz xətləri birləşdirdik. BK, deməli bizdə verib C-ni, C məsafəsi haraydı? Bax, deməli C məsafəsi, bura A məsafəsi, bura 2B məsafəsidir. Həmin o oturacaqları birləşdirən məsafə, yəni C bərabərdir 12 bu hissədir. C 12-dir. İndi yenə biz baxaq bura 2-dirsə, onda AK olacaq, buradan bura kimi olacaq 7 plus 2 məsafə olacaq 9. Və BK 12 yenə düzbucaqlı üçbucaqda AB məsafəsini tapmaq üçün AB bərabərdir. Katetlərin kvadratlarının cəmi 12-nin kvadratı plus 9-un kvadratı 81 bərabərdir. Kök altında 225. AB də bərabərdir 15-ə. AB 15-ə bərabərdir. 7-ci tapşırıqda AB, AC, AD parçaları cüt-cüt perpendikulyardır. Bir A nöqtəsi qeyd edək. Deməli, AB, AC və AD perpendikulyarlarını göstərək. Yəni AB, AC, AD. Bunlar cüt-cüt perpendikulyardır. Və AB verilib 15, BD 13, B ilə D-ni birləşdirək. BD 13, CD verilib 20. AC-ni soruşur X. Biz bunun üçün bilirik ki, BDA üçbucağından hipotenuz 13, katet düzbucaqlı üçbucaqdır bu. Hipotenuz 13. Səliqəli yazaq bunu. Deməli A. Hipotenuz 13-dür. Katet 5-dirsə, DA olacaq 12. Buradan yenə DAC üçbucağından, yenə bu düzbucaqlı üçbucaqdır. AC-ni tapmaq üçün AC bərabərdir. 20-nin kvadratı 400 çıxılsın 12-nin kvadratı 144. O da eləyəcək kök altında 256. AC məsafəsi olacaq 16. X bərabərdir 16. 8-ci tapşırıqda aşağıdakı fikirlərdən hansının doğru, hansının səhv olduğunu verilən şəkillərə görə müəyyən edin. İki müstəvi eyni düz xətə perpendikulyardırsa, bu müstəvilər paraleldir.
Yəni biz şəkildən görürük burada iki müstəvi, yəni alfa müstəvisi ilə beta müstəvisidir. Yəni bunlar bir-birinə paraleldir və hər ikisi verilən bu düz xəttə paralel, perpendikulyardır. Yəni iki paralel düz xətt üçüncüyə nəyə misal göstərmək olar? Məsələn, sinif otağında qarşı divarlar döşəməyə perpendikulyardır. Deməli, qarşı divarlar bir-birinə paraleldir və döşəməyə hər ikisi də perpendikulyardır. İndi isə ikinci hala baxaq. İki müstəvinin, deməli birinci yəni hal doğrudur. İkinciyə baxaq. İkinci müstəvinin hər biri üçüncü müstəviyə perpendikulyardırsa, məsələn, alfa, beta müstəviləri hər biri üçüncü müstəviyə perpendikulyardırsa, bu müstəvilər paraleldir. Məsələn, deməli biz baxaq, iki müstəvinin hər biri üçüncü müstəviyə perpendikulyardırsa, biz bunu deyə bilərik ki, iki müstəvinin hər biri. Deməli, yenə sinif otağına baxaq. Sinif otağında qonşu divarlar, bax, alfa müstəvisi bir divar, beta müstəvisi digər divar olsun, amma qonşu divarlar olsun. Həmin bu qonşu divarlar deməli tavana perpendikulyardır. Hər ikisi tavana perpendikulyardır. Amma bu o demək deyil ki, onlar bir-birinə paraleldir. Onlar bir-birinə perpendikulyar da yerləşir. Ona görə bunun hər zaman doğru olduğunu müəyyən edə bilmərik. O paralel də ola bilər. Yəni qarşı divarlara görə paralel də ola bilər. Birinci haldakı kimi. İkinci halda isə bu qonşu divarlarda ola bilər. Bu zaman biz onu paralel olduğunu deyə bilmərik. Çünki onlar paralel deyil. Deməli, bunu şifahi şəkildə izah elədik. Keçək 9-cu tapşırıq. Deməli, 9-cu tapşırıqda şəkli əvvəlcədən çəkdim. Düzbucaqlı ABC üçbucağının düzbucaq təpəsindən, bu düzbucaqlı A, B, C düzbucaqlı üçbucaqdır. Düzbucaq təpəsi C təpəsidir. Düzbucaq təpəsindən hipotenuza paralel ondan 1 sm məsafədə müstəvi keçirilib. Deməli, bu hipotenuzdur, AB hipotenuzdur. AB hipotenuzuna paralel və ondan 1 sm məsafədə deməli müstəvi keçirilib. Və katetlərdən birinin bu müstəvi üzərində proyeksiyası 5-dir. Yəni bu katetin, məsələn AC katetinin bu müstəvi üzərində proyeksiyası A1C olsun. Yəni A1C'dir proyeksiya 5. Və hipotenuzun proyeksiyası 6-dır. Bax, bu hipotenuzdur. Onun proyeksiyası isə A1B1-dir. Burada olsun 6. Bura A1B1 6-dırsa, AB də 6-dır. Digər katetin proyeksiyasını soruşur bizdən. Digər katetin proyeksiyası, yəni digər katetimiz BC-dir və onun proyeksiyası B1C-dir. Bizdən bunu soruşur X-ı. Biz ilk öncə, deməli, A1, AC üçbucağından, düzbucaqlı üçbucağından bilirik ki, yəni bura düzbucaqdır və deməli olacaq AC-nin kvadratı bərabərdir. AC-nin kvadratı bərabərdir. A1 A-nın kvadratı, yəni 1 üstəgəl 25 olacaq kök altında 26. AC-nin kvadratı, bura AC yazaq, olacaq kök altında 26. İndi deməli ABC üçbucağında katet kök altında 26-dır, hipotenuz 36-dır. Yəni 6-dır, 6-nın kvadratı 36-dır. Biz buradan BC-ni tapmaq üçün BC bərabərdir. 6-nın kvadratı 36-dan çıxırıq, kök altı 26-nın kvadratı 26-nı. Olacaq BC kök altında 10. Yazıram bura, kök altında 10. Kök 10 və B1C-ni tapmaq üçün, çünki bu düzbucaqdır, deməli müstəviyə qədər məsafə deyilmişdi. Ona görə burada əvvəlcədən qeyd eləməmişdim, bu düzbucaqdır. Və B1C-ni tapmaq üçün, yəni digər katetin, BC katetinin müstəvi üzərində proyeksiyasını tapmaq üçün B1C, yəni X bərabərdir. Kök altı 10-un kvadratından, yəni 10-dan çıxıram, 1-in kvadratını eləyəcək kök altı 9, o da 3 eləyəcək. X bərabərdir 3. Deməli, digər katetin müstəvi üzərində proyeksiyası 3-ə bərabərdir. 10-cu tapşırıqda, deməli, tərəfinin uzunluğu A olan bərabər tərəfli üçbucaq O mərkəzindən üçbucaq müstəvisinə qaldırılmış perpendikulyar üzərində ayrılmış OM parçasının uzunluğu X ilə işarə edilib.
Deməli bu ABC üçbucağıdır. Deməli ABC üçbucağıdır. Və o mərkəzindən OM perpendikulyarı qaldırılıb və həmin məsafədə OM perpendikulyar məsafəndə x ilə işarə edilib. Deməli A variantında deyilir ki, MA perpendikulyardır, BC olduğunu göstərin. Yəni MA buradadır, MA-nın BC perpendikulyar olduğunu göstərin. Biz baxaq nəyə? Deməli MD-ni birləşdirək və bilirik ki, düz xətt müstəviyə nə zaman perpendikulyardır? O zaman ki, həmin çəkilən mail bu düz xəttə perpendikulyardır, yəni göstərilib. Biz də OD-nin perpendikulyar olduğunu göstəririk. Çünki mail düz xəttə perpendikulyardırsa, onun proyeksiyası da həmin düz xəttə perpendikulyardır. Və bu MAD üçbucağı üzərində olan bütün düz xəttlər BC düz xəttinə perpendikulyardır. Çünki nəyə görə? Çünki MAD üçbucağı BC düz xəttinə perpendikulyardırsa, MAD üçbucağı üzərində olan bütün düz xəttlər BC düz xəttinə perpendikulyardır. Buradan da belə bir nəticəyə gəldik ki, yəni BC perpendikulyardır ADM-ə. BC perpendikulyardır ADM. İndi baxaq ikinciyə. Deməli, x-in hansı qiymətində, bunu silək, x-in hansı qiymətində ABM müstəvili deməli x-in hansı qiymətində ABM və ABC, bax ABM və ABC müstəviləri arasındakı ikiyüzlü bucaq 60 dərəcə olar. X-in hansı qiymətində? Burada bu ABM üçbucağı ilə deməli ABC üçbucağı bilirik ki, bunlar arasındakı ikiyüzlü bucağı göstərmək üçün hər bir üçbucaqdan bir hündürlük endiririk. Məsələn, AMB üçbucağından bir MF üçbucağı, deməli MF düzbucaq, yəni perpendikulyarını endirdik. ABC üçbucağında isə CF perpendikulyarını endiririk və bu perpendikulyarlar arasındakı bucaq ikiyüzlü bucaq adlanır və həmin bucaq 60 dərəcədir. Və bu x-i tapmaq üçün biz nə edirik? Deməli, ABC bərabər tərəfli üçbucağında həmin deməli OF tərəfi daxilə çəkilmiş çevrənin radiusudur. Bərabərdir. Bunu da nədən bilirik? Çünki daxilə çəkilmiş çevrənin radiusu həmişə tərəfə perpendikulyardır. Yəni, tərəf üzərində göstərilir. Və bərabərdir. A bölə 2 kök altında 3. Deməli, OF nəyə bərabərdir? A bölək 2 kök altında 3. Buradan da düzbucaqlı üçbucaq olduğuna görə 60, 30 üçbucağı 30 dərəcəli üçbucaqdır. 30 dərəcəli bucağın qarşısına katet A bölək 2 kök altında 3-dürsə, 60 dərəcəli bucağın qarşısına katet də bunun, yəni digər katetin kök altında 3 mislinə bərabərdir. Olacaq A bölünsün 2. X bərabərdir A bölünsün 2 olacaq. İndi üçüncüyə baxaq. Deməli, C variantına baxaq. Bunu silək. Deməli, C-də x-in hansı qiymətində MA, yəni MA düz xətti, MA, MB və MC parçaları cüt-cüt perpendikulyardır. Yəni MA, MC bunlar cüt-cüt perpendikulyardır. X-in hansı qiymətində? Deməli, biz burada baxırıq. Deməli, MA və MC, yəni bu düzbucaqlı düzbucaq təpəsidir və düzbucaq təpəsindən, yəni bir MD-yə bir dənə düz xətt çəkək. MD düzbucaq təpəsindən çəkilmiş mediandır. Çünki BC düz xəttinin orta nöqtəsidir D. Ona görə də düzbucaq təpəsindən çəkilən median olur.
və deməli BC A-dırsa, MD olacaq A bölünsün 2. A bölünsün 2 və buradan çəkilən MO, OD, OD dedik daxilə çəkilmiş çevrənin radiusudur. Yəni A bölək 2 kök altında 3. Buradan da Pifaqorla x-i tapa bilərik. X bərabərdir. A kvadratı bölünsün 4 çıxılsın. A-nın kvadratı 4 vurulsun 3, 12. O da eləyəcək 12-də 3A kvadrat çıxılsın A-nın kvadratı. 2A kvadratı eləyəcək A kvadratı bölünsün 6. Bu x-in kvadratı idi. X da bərabərdir A kök altında 6. Deməli 11-ci tapşırıqda birinci şəkli çəkək. ABCD düzbucaqlısını çəkək. Hər hansısa bir T nöqtəsi deyir A təpəsindən bir dənə T perpendikulyarı qaldırılıb və həmin T perpendikulyarı A, B, C deyə adlandıraq. T perpendikulyarı A təpəsindən düzbucaqlının müstəvisinə T perpendikulyarı qaldırılır və həmin onları təpələrlə birləşdirək. T-ni təpələrlə birləşdirək. Sonra T'dən B-yə çəkək. Və bizə deyir ki, TB 6-dır. TB 6, TD 7, TC 9 və AT-nin uzunluğunu soruşur bizdən. AT-nin uzunluğunu soruşur. İndi biz nə edirik? Burada deməli ATD bu hündürlük perpendikulyar qaldırdığına görə A bucağı düz bucaqdır. Və bu da ATD yəni A bucağı düz bucaq olduğuna görə biz baxırıq nəyə? Deməli bu düz xətti bir uzatsaq görürük ki, deməli bu düz bucağın təpəsidir. Yəni düz bucaqlının təpəsi düz bucaqdır. Yəni AD bilirik ki, burada 3 perpendikulyar teoremi yaranır. 3 perpendikulyar teoremi nədir? Düz xəttə çəkilən, yəni düz bucaq təpəsindən çəkilən proyeksiya həmin düz xəttə perpendikulyardırsa, ondan çəkilən mail də ora perpendikulyardır. Bu düz xəttə çəkilən mail də perpendikulyardır. Həmin düz xəttə perpendikulyardır. O zaman bilirik ki, buradan 3 perpendikulyar teoreminə görə, yəni biz bunu silək. Buradan görürük ki, deməli, burada perpendikulyardır. Və buradan Pifaqor teoreminə görə CD-nin kvadratı bərabərdir. 9-un kvadratı 81 çıxılsın 49. 81 çıxılsın 49 bərabərdir 32. CD də bərabərdir kök altında 32. CD kök altında 32-dir. O zaman AB də kök altında 32-dir. Bu zaman yenə 3 perpendikulyar teoreminə görə bu A bucağı da, yəni burada düz bucaqdır və olacaq, deməli, TB-nin kvadratı, yəni 36 çıxılsın kök altında 32-nin kvadratı bərabərdir x-in kvadratına. 36 çıxılsın 32, yəni olacaq 4, x kvadratı bərabər 4, x da bərabərdir 2 olacaq. Deməli, A nöqtəsindən TBC müstəvisinə qədər məsafəni tapın. A nöqtəsindən TBC müstəvisinə qədər məsafəni tapın. Deməli, bu A bucağı düz bucaqdır və bu TBC müstəvisi bu düz bucaqlı, yəni bu müstəviyə ABCD müstəvisinə perpendikulyardır. Və buradan biz görürük ki, yəni A-dan A nöqtəsinə TBC-yə qədər müstəvi A nöqtəsindən bura çəkilmiş perpendikulyardır. Və burada düz bucaqlı üçbucaq olduğuna görə deməli TB hipotenuz, yəni 6-nın kvadratından çıxırıq AB-nin kvadratını, yəni kök altında 32-ni. 32-nin kvadratı, yəni AT bərabərdir kök altında 36 çıxılsın 32 bərabərdir kök altında 4. O da eləyəcək 2. AT olacaq 2. Deməli, 2-ni tapdıq buradan. İndi isə A nöqtəsindən TBC müstəvisinə qədər məsafəni istəyirsə bizdən,
biz yaza bilərik ki, düzbucaq təpəsindən çəkilmiş hündürlüyü tapmaq üçün deməli A, bir dənə H yazaq bura. AH-ı tapmaq üçün deməli 2 vurulsun kök altında 32 bölünsün 6. O da eləyəcək deməli 3-də 4 kök altında 2. Və bizdən C variantında deyir ki, bucaq TBA-nın dərəcə ölçülərini tapın. Tangensindən tapa bilərik. Məsələn, TBA-nın bura alfadırsa, tutaq ki, tangens alfa bərabərdir. Deməli, 2 bölünsün kök altında 32. Yaxud da bucaq T-ni tapmaq üçün bura beta desək, tangens beta bərabərdir. Məsələn, kök altında 32 bölünsün 2. Yəni, belə tangensindən tapa bilərik. Yaxud da ayrı-ayrı trigonometri funksiyaların köməyi ilə də tapa bilərik. Çox sağ olun, uğurlar uşaqlar sizə.